Dəmir yolunda yük daşımaların daha rahat və təhlükəsiz mənzil başına çatdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırda üzərində dayandığımız və təxminən yaşının 70 ildən çox yaşı olan Qızılca Alabaşlı dəmir yolu sahəsində əsaslı təmir işləri tam başa çatdırılmışdır. Alabaşlı Qızılça xətti ötən əsrin 50-ci illərində istismara verilib. İlk dəfədir ki, dəmir yolu xətti əsaslı təmir olunub. 20 kilometr uzunluğa malik xətlə dəmir yolları üçün zəruri olan çınqıl və qırmadaş kimi tikinti materiallarının daşınması həyata keçiriləcək. Bu istiqamətdə 3 stansiya yerləşir. Yük stansiyaları da Qızılca, Qırıqlı və deməli Alabaşlı stansiyaları. Bu istiqamətdə xüsusilə Böyükəsik xətti ilə kəsişən bir xətti və xəttin özü də çox böyük bir əhəmiyyət daşıyır Azərbaycan dəmir yolları üçün. Sözü gedən dəmir yolu xətti Samux və Göygöl rayonlarını birləşdirir. Qeyd edək ki, Alabaşlı stansiyasında 2025-ci ildə 356 vaqon üzrə 16.733 ton yük əməliyyatları həyata keçirilib. Həmin ildə Qızılca stansiyasında isə ümumilikdə 7.311 vaqon üzrə 364.989 ton yük əməliyyatları yerinə yetirilib. Rəşidə Zülfüqarova, Xaliq Qurbanlı, Fuad Quliyev, Şəfiq Hüseynova, ASTV Xəbər.